İmişlidə müəllim məktəb direktorunun həyat yoldaşı və qızını döyübdü. Az sonra bu hadisənin təfərrüatlarını sizə danışacağım. İnanılmaz bir olaydı. Öncə xahiş edirəm videonu bəyənin, paylaşın, səhifəmizə takib atın ki, məlumatlarımız hər kəsin qarşısına çıxsın. Hadisə İmişlinin Yeni Bəhramtəpə qəsəbəsində qeydə alınıb. Bu barədə Lentas saytı məlumat yayıb. Saytın məlumatına görə bir müddət öncə müəllimlərin sertifikasiya imtahanından keçə bilməyən Dünyamin Ataşov, şərti adı belədir, ittiham haqqında belə qeyd olunub, fəaliyyətinə son verilib, müəllim kimi işdən çıxarılıbdır. O son maaşını tələb edib direktordan, daha doğrusu son maaşının düzgün verilməsini tələb edib. Tərəflər qonşu imişlər, bir ərazidə yaşayırlarmış. Direktor deyib ki, məni bezdirmə, çıx bayıra, gəl danışaq. Söhbət zamanı aralarında mübahisə yaranıb, mübahisə davaya çevrilib. Direktorun həyat yoldaşı və qızı da davaya müdaxilə ediblər. Bu zaman Dünyamin Ataşov direktorun həyat yoldaşının qoluna, qızının isə başına taxta nərdivanla zərbə endiribdir. Zərər çəkənlər polisə müraciət ediblər, şikayətçi olublar, iş məhkəməli olub. Dünyamin Ataşov saxlanılıbdır, barəsində araşdırma aparılıbdır. Məhkəmənin qərarı ilə o 6 ay müddətinə azadlıqdan məhrum edilibdir. Həqiqətən də müəllim, direktor inanmağı gəlmir adamın. Məsələn, gələcək nəsillərə nə deyərsən deyə sual verirlər. Bu durumda mən deyərdim ki, gəlməyin, bəyənin, paylaşın.